Salam əziz şagirdlər və abituriyentlər. Gəlin sizinlə biz botanika sınavının ikincisinə baxaq. Birincisini kanala yükləmişəm. Deməli, nöqtələrin yerinə yazılmalıdır. Yeraltı zoğlan uç hissəsinin genişlənməsi nəticəsində əmələ gəlir və burada ehtiyat halının nişasat toplanır. Deməli, söhbət kartof kimi bitkilərdən gedir. Bu da hansı növdür? Gövdə yumruları. Bitkilərdən maksimum neçə növ kök olur? Əsas, əlavə və yan köklər. Əgər söhbət bizdə desəydik ki, tutalım, nə qədər kök olur, sən bunu sayını bilə bilməzsən. Amma növ olaraq dediyinə görə bilirik ki, cəmi 3 növdür. Səhv bəndi müəyyənləşdirin deyir. Deməli, zoğun şəkil dəyişməsi. Bu məsələləri həll eləyəndə baxıram kaktusun tikanı. Kaktusun tikanı yarpağın şəkil dəyişməsidir. Zoğun deyil. Burada da zaten minus yazıb. Deməli, bu doğru variantdır. El üzümün bığcıqları. Üzümün bığcığı gövdənin şəkil dəyişməsi, yəni zoğun şəkil dəyişməsidir. Ki, eli zaten özdə də düz qoyublar, deməli düzdür. Götürə bilmirəm. M ayrıqotunun kökümsovu. Ayrıqotunun kökümsovu zoğun şəkil dəyişməsidir. Çünki kökümsov zoğun şəkil dəyişməsidir. Baxırıq, M-ə plus qoyub, götürə bilmirəm, deməli düzdür. K noxudun bığcıqları. K-ya minus qoyub. Burada görürüz ki, K-ya minus qoyub. Bəs noxudun bığcıqları yarpağın şəkil dəyişməsidir ki, bu da doğrudur. Zirincin tikanı. Zirinc yarpağın şəkil dəyişməsidir. Zoğun şəkil dəyişməsi deyil. Amma burada plus qoyub elə. Ona görə cavab Y variantı. Sonra 5-ci məsələ. Ağızcıqları yarpağın hər iki tərəfində yerləşən bitkilər. Biz bilirik ki, Viktoriya ilə Suzan bağı onların suyun alt səthinə baxan alt yarpaqları var. Altda da mütləq ki, dəricik ola da bilər, olmaya da bilər. Amma onun yarpağının alt səthi suya baxdığına görə və bu bitkilər də suda həll olmuş oksigenlə tənəffüs eləmirlər deyə onun ağızcıqları atmosfer olan tərəfdə, yəni yuxarıdadır. Amma kələmlə süslənin hər iki tərəfində ağızcıqlar yerləşir. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, törəci toxuma, mexaniki toxuma bizdən uyğunluğu Venn diaqramı istəyir. Bitkilərə məxsus toxumadır ikisi də. Dayaq funksiyasını yerinə yetirir. Mexaniki toxuma. Meristema toxuması adlanır. Meristos bölünən deməkdir. Törəci toxuma. Bitkiyə möhkəmlik verir. Mexaniki. Bitkinin böyüməsi və inkişafını təmin edir. Törədici toxuma. 3, 5, 1, 2, 4. 3, 5, 1, 2, 4. D variantı. Gəldi 7-yə. Müəyyən bir yarpaq sahəsində cəmi 120 dənə ağızcıq varsa, onda həmin sahədə neçə qapayıcı ceyran olacaq? Bir ağızcığın 2 qapayıcı ceyrəsi var. Necə ki, bizim bir ağzımızda 2 dodaq var. Yəni, eyni bundan yadda saxlaya bilərsiniz. Bir ağızcığın 2 qapayıcı ceyrəsi var. 120 dənə ağızcığın 240 dənə qapayıcı ceyrəsi olmuş olacaq. Və bu qapayıcı hüceyrələr xlorofilə zəngin olduğuna görə sütunvari və süngərvari toxuma kimi qapayıcı hüceyrələrin xlorofil pigmenti var. Onlar həmin hüceyrələr fotosintezdə iştirak edirlər. Xəstəlik törədən bakteriya deyil. Vəba vibrionu vəba xəstəliyini, taun xəstəliyini törədir. Difteriya xəstəliyini, vərəm isə ağciyərin ən böyük xəstəliklərindən biri olan vərəmi törədir. Amma süd turşusu bakteriyası əlbəttə ki, saprofitdir. Xəstəlik törətmir. Yarpağın üst dəricik hüceyrələri neçə sırada yerləşir? Üst dəricikdə, alt dəricikdə bir sırada yerləşir. Bu niyə belə oldu? Demək. Bir sırada yerləşir. 10-cu sual. Euler-Venn diaqramına əsasən uyğun bəndləri Euler-Venn diaqramına uyğun bəndləri qeyd edin. Generativ tumurcuq, vegetativ tumurcuq. İçərisində rüşeym halında gövdə, yarpaq, tumurcuq olan tumurcuq başlanğıcı olur. Gövdə, yarpaq və tumurcuq başlanğıcı. Əlbəttə ki, bu vegetativ tumurcuqda olacaq. Gövdə başlanğıcı orada olur. Başlanğıc verəcəyi orqanda meyoz gedə bilər. Bu çiçəkdə olacaq. Ona görə generativ tumurcuq. Xaricdən tumurcuq pulcuqları örtülmüşdür ki, ikisi də tumurcuqdur. Başlanğıc verəcəyi orqanda mayalanma gedə bilər. Bu da çiçəkdə gedəcək. 2, 4, 3, 1. O da D variantı. Bitki hüceyrəsində xlorofil pigmenti harda olacaq? Xloroplastda. Yosunlarda xromoplastdadır.
və ayrı bitkilərdə xloroplastdadır. Burada xromoplast deyil uşaqlar, üzr istəyirəm, xromatofordur. Xromatofor yazsaydı, hə, bəlkə də düzgün götürə bilərdik. Amma burada xloroplastı verib. Biologiyanın heyvanları öyrənən, hə, xromatofordur bu arada. Xromatofor. Yosunlarda budur. Biologiyanın heyvanları öyrənən sahəsidir. Əlbəttə ki, zoologiya. Mikologiya, mikos göbələkdir, göbələkləri öyrənir. Virusologiya, virus zəhərdir, virusları öyrənir. Botanika, botaniya, ot göyərtidir, bitkiləri öyrənir. Bakteriologiyadır, bakteriyanın çubuqdur, bakteriyaları öyrənir. Gəldik 13-ə. Klasterdə sual işarəsinin yerinə yazılmalıdır. Heyvan toxumasıdır. Bitki sıx hüceyrələri var. Hüceyrəsi maddəsi çox azdır. Bir və ya bir neçə qatdan ibarətdir. Söhbət epitey toxumasından gedir. Epitey toxumasının 4 növü var. Tək qatlı, bir qat. Çox qatlı, bir neçə qat. Vəzli və kirpikli. Heyvan toxumasıdır. Hüceyrələr o qədər bir-birinə sıx yerləşirlər ki, biz bilirik ki, bir toxumanın içərisində həm hüceyrələr, həm də onun içərisində nələr var? Hüceyrəsi maye. Hüceyrəarası maye az olanda hüceyrələr çox olmuş olur. Çünki hüceyrəarası maye hüceyrələrin arasını dolduran bir mayedir. Skopiya sözünün Yunan dilindən tərcüməsi. Əlbəttə ki, baxıram deməkdir. Mikroskop sözündən götürülüb. Mikros kiçik, skopi baxıram. Yəni kiçik hissələrə baxıram deməkdir. İnsanda virusların törətdiyi xəstəlik. Difteriya, vərəm, vəba, angina, bunlar bakteriyanın törətdiyi xəstəliklərdir. Amma qrip virusların törətdiyi xəstəlikdir. Bitki yarpaq şəkli dəyişməsi. Aha. Şam, iynə, kaktusun yarpaq şəkli dəyişməsi tikanı, lərgə, noxud, bığcıq, sərvdə pulcuq əmələ gətirir. Gəlin buradan seçək. İkisi var. D variantı. Biri aşağıda, qalanlar yuxarıda. 17. Yarpaqları topa düzülmüş bitkidə en sayda buğum varsa, yarpaqların minimum sayı nə qədər olacaq? Əgər topa düzülüşdən söhbət gedirsə, topa düzülüş baxın budur. Bir buğuma birdən çox yarpaq birləşmək, 2-dən çox yarpaq birləşmək. Üzr istəyirəm. 2-dən çox yarpaq birləşirsə olur topa düzülmüş bitki. Aha. Baxdım. 1, 2, 3 minimumdur. 2-dən çox 3 minimumdur. Yəni bunu narahat etməyə atım. O da olacaq 3-ün. Minimum 3 yarpaq. Bir buğuma 3 dənə yarpaqdırsa, en sayda buğuma 3-ən qədər yarpaqdır. 18. Yarpaqların ucu küpə şəkillidir və ətirli nektara malikdir. Baxıram, ucu küpə şəkilli və ətirli nektar. Söhbət çiçək çiçəyindən gedir. 19. Münbit torpağa əkilmiş 30 ədəd yer kökü toxumundan əlverişli şəraitdə maksimum neçə dənə bitki inkişaf eləyər və neçə dənə meyvə kök əmələ gələcək? Baxaq, 30 ədəd yer kökü toxumudur. Bir toxumdan bilirəm ki, bir dənə yer kökü əmələ gələr. Çünki yer kökü əsas kökün öz vəzifəsini dəyişərək şişkinləşib ehtiyat qida maddəsi toplamasıdır. Onda belə çıxır ki, bir əsas kökün var deyə bir toxumdan bir dənə yer kökü inkişaf eləyər və bir dənə meyvə kök yaranar. Çünki yer kökü özü meyvə kökdür. 30-30. Gəldik 21-ə. İnsan heyvanlardan fərqli olaraq sosial varlıqdır. Çünki insan danışa bilir. Onu sosial varlıq kimi fərqləndirən amil deyil. Bizdə fərqləndirməyən amil soruşur. Tələsdim biraz. Demək, məsələn, nitqdir, yalnız insanlardadır. Təfəkkürdür, yalnız insanlar. Əməkdir, insanlarda var. Hər hansı bir əşyadan, tutalım ki, bir dənə daşdan əmək aləti düzəltmək insanlardadır. İctimai həyat tərzi insanlardadır. Gündəlik işlərini yerinə yetirirlər, işə gedirlər, sosial bir mühitləri var. Amma qidalanma, bütün canlı varlıqlar qidalanırlar. Bu bir məna olaraq canlıların əsas xüsusiyyətlərindədir. Ona görə də insanı sosial bir varlıq kimi fərqləndirmək. Qidalanma bioloji bir varlıqdır. Olmasını sübut eləyir. Bitkidə təpə tumurcuğu zoğun ən üst hissəsində yerləşəcək. Zoğun uc hissəsində. Təpə tumurcuğu. Uc hissəsində yerləşməyinin səbəbi, məsələn, bu bir zoğdur deyək. Bu zoğun uc hissəsində təpə tumurcuğu var. Burada yarpaqlar çəkim. Yarpaqlar. Hər bu zoğ böyüdükcə bir tık da üzünə böyüyür. Tumurcuq böyüdükcə zoğ uzunluq istiqamətdə böyüyür. Açıq tipli çalışmalara. Hər birində 8 yarpaq olan yasəmən
Cökə, tozağacı zoğunda cəmi nə qədər buğum var. Yasəmən qarşı-qarşıya düzülüşdü. Qarşı-qarşıya. Onda belə çıxır ki, Yasəmənin bir dənə buğumunda 2 dənə yarpaq var. Onda 8 dənə buğum Yasəməndə neçə yarpaq eləmiş olur? 8 dənə yarpaq 4 buğum eləmiş olur. Yasəmən 4. Üzərinə gəlirəm. Cökə. Cökə növbəli düzülüşdür. Onun bir buğumuna cəmi bircə dənə yarpaq birləşir. Onda 8 dənə yarpaq 8 buğuma birləşmiş olacaq. Üzərinə gəlirəm. Oy. Toz ağacı. Toz ağacının bir dənə buğumunda cəmi bir dənə yarpaq var. Çünki toz ağacı növbəli düzülüşdür. Onda 8 dənə yarpaq onun cəmi nə qədər buğumunda olmuş olur? 8 dənə. Üstə gəl 8. Elədi sizə cavab 20. Doğru ifadələri müəyyənləşdirin. Orqanizmin bütün orqanlar sisteminin birgə fəaliyyətini tənəffüs və qan damar sistemləri tənzimləyir. Orqanizmin bütün orqanlar sisteminin fəaliyyətini. Xeyr, tənəffüs və qan damar deyil. Sinir və humoral yolla tənzim olunur bütün orqanlar sisteminin birgə fəaliyyəti. Yəni deyə bilirik də orqanlar sinir və humoral yolla tənzim olunur. Ümumi funksiyaları yerinə yetirən və bir-biri ilə bağlı olan orqanlar sisteminə əmələ gətirir. Bu doğrudur. Mexaniki toxuma yalnız heyvan deyil, yalnız bitkidir. Qəlsəmə və ağciyərlər tənəffüs sisteminə aiddir. Bir də traxeyalarda var. Əlbəttə ki, traxeya həşəratlardadır. Buğum ayaqlar tipində adətən traxeyalarını tənəffüs eləyir. Qəlsəmələr adətən suda yaşayan heyvanlar üçün. Amma o demək deyil ki, bütün suda yaşayan heyvanlar qəlsəmə ilə tənəffüs edir. Məsələn, balinalar suda yaşayır, məməlidir, amma ağciyərlə tənəffüs edirlər. Ağciyərlər də ki, atmosferdə yaşayan demək olar ki, əksər canlıların tənəffüs orqanıdır. Sonra 25. Gövdə mənşəli bığcıqları olan bitkilər. Noxuddur, gövdə mənşəli bığcığı yoxdur. Onun bığcığı yarpaq mənşəlidir. Zirincdir, ümumiyyətlə bığcığı yoxdur. Amma üzüm, boranı, çiyələkdə gövdə mənşəli bığcıqları. Adətən deyirdik ki, bostan bitkilərində, çiyələkdə, üzümdə biz gövdə mənşəli bığcığa rast gəlirik. Çox hüceyrəli nümayəndəsi yoxdur. Əlbəttə ki, bakteriyaların hamısı bir hüceyrəlidir, infuzorlar da bir hüceyrəlidir. Onlar ibtidai heyvanlardır. Sonra hüceyrənin daxili möhtəviyyatını təşkil edən həlməşik maddə. Sitoplazma. Hüceyrə şirəsi dolu şəffaf qovuqcular formasında olan hüceyrə strukturu. Vakol. Hüceyrənin daxili möhtəviyyatını təsirlərdən qoruyun. O da qlaf idi. Möhtəviyyatını xarici təsirlərdən qoruyan. İndi gəldik nəyə? Mümkün qədər videonun müddətini qısa tutmağa çalışıram ki, yəni baxıb videonun birdən 20-25 dəqiqə falan görərsiniz deyə, ürəyiniz sıxılmasın. Ona görə. Əyri yarpağın xarici quruluşu, yarpaqların düzülüşü mövzusunu öyrəndikdən sonra biologiya dəftərində yarpaq şəkilləri çəkib. Birinci çəkdiyi yarpaq görürük ki, tək lələk var idi. İkinci çəkdiyi yarpaq üçərdir. Üçüncü çəkdiyi yarpaq barmaq var idi. Dördüncü çəkdiyi yarpaq isə sadə yarpaqdır. Hardan bildim? Çünki bir saplağına bir yarpaq ayası var. Əlinin birinci və üçüncü rəqəmləri ilə işarə etdiyi yarpaq növlərinin adlarını müvafiq olaraq yazın. Birinci və üçüncü. Aha, yazırsınız ki, bura birinciyə. Bu test belə yazılacaq situasiyada. Birinci tək lələk vari. Tək lələk vari. Sonra bir də deyir üçüncü. Üçüncü isə bu niyə belə eləyir? Üçüncü isə yazırıq nədir? Barmaq vari. Yarpaq növünün formasını soruşur. Əlinin 4 rəqəmi ilə işarələdiyi yarpaq növünün aid olduğu bitkinin ikisinin adını yazın. Dördüncü, sadə yarpaqdır. Yazısı dördüncü, sadə. Əslində heç bu yazılmamalıdır. Sadəcə olaraq yazılmalıdır ki, orada yarpaq növlərinin adı. Hansıdır yarpaq növləri? Cökə və toz ağacı. Əlinin 2 rəqəmi ilə işarə etdiyi yarpaq növünün aid olduğu bitkilərdən birinin adını yazaraq onun 5 yarpağında neçə yarpaqcı olduğunu hesablayın. 2 rəqəmi baxaq. Üçər. Üçərə aid olan biz yaza bilərik. Acı paxla yaza bilərsiniz. Çiyələk yaza bilərsiniz. Çiyələk. Bir dənə yarpağında cəmi 3 dənə yarpaqcıq var.
Bəs 5 dənə yarpağında nə qədərdir? 15 dənə. Yazırsınız cavab 15. Bitdim. İzlədiyiniz üçün çox sağ olun.